YouTube kanalımın herkese salam. Bu dəfə vlogumu saçlarımla başladıram. Bilirsiniz ki, kanalımda adətən təmizlik, ev işləri, uşaqların baxımı, səyahət, gəzinti bu kimi şeylər paylaşıram. Amma bu dəfə istədim ki, videomun başlanğıcını elə saçlarıma baxımla başlayım. Mən əvvəllər makyaja, nə bilim saçımı burmağa, ukladka eləməyə daha çox həvəsli idim. İndi onların əksinə baxıma fikrimi yönəltmişəm. Düşünürəm ki, əsas baxımlı olması da onda daha gözəl görünür. İstər cildimiz, istərsə də ki, saçlarımız. Onu da deyim ki, saçım üçün müxtəlif həm evdə hazırlanacaq maskalar, həm hazır daha uyğun qiymətli maskalar sınayıram ki, bundan daha yaxşısını tapsam başqasına keçəcəm. Amma hələ ki tapmamışam. Nəysə, serum saçımızda bir gün qalır, başlayırıq işlərimizə. Alisanın payız tədbirinə hazırlaşırıq. Tədbirə 1 saat qalmış xəbərim oldu. Tez tələm-tələsik sağ olsun qonşumdan səbət tapdım. Evdəki meyvələrlə tez bazar bir şeylər hazırlamağa çalışacağım. Başlayaq. Səbətimi artıq demək olar ki, hazırlamışam. İstəyirəm ki, yarpaqları da qoyum kənarına, qəşəng görünsün. Doğun yarpaq ancaq budur. İndi çıxıram küçəyə. Görüm oradan nə tapıram. Bəlkə bunları toplamışam. Belə yuxarıdadır, ağaçlar. Əlim çatmır elə də. Bu aşağıda olanlar da yaxşı deyil. Yarpaqları yığdım, gətirdim. Belə nardan da götürdüm. Dedim bəlkə nə bilim, nə də maraqlı bir şey eləmək olar. Payız ab-havasını biraz da artırmaq üçün araya bir neçə yarpaqlar da əlavə edirəm ki, daha maraqlı görünsün. Bunları bura yapışdırdım. Düşünürəm ki, belə daha qəşəng oldu. Sizcə necədir, fikrinizi yazarsınız. Belə arxası da belədir, sadə. Aliskam üçün belə bir kombin elədim. Düşünürəm ki, payız rənglərindədir və gözəl olacaq. Bu dəsti keçən il V2-dən almışdım. Əyninə biraz böyük qalırdı. Bu isə hazır olan şəkli. Analı balalı xəstə olduğumuza görə düşündüm ki, bizim üçün ən gözəl yemək düşbəri olar. Ona görə başlayıram düşbərə xəmiri hazırlamağa. Əvvəlcə bir yumurta, yarım çay qaşığı duz, yarım stakan ilıq suyu əlavə edib qarışdırıram. Daha sonra 1 stakan, yarım 2 stakan arası unu az-az əlavə edib orta bərklikdə ələ yapışmayan xəmir yoğurub heç gözlətmədən 3 ədəd kündə ayırıram. Üzərini örtürəm ki, kündələr özünə gəlsin. Bir dənə orta boy soğan doğradım. O soğan doğrayanda və nanə qursu əlavə elədim. Mən nanə qursunu çox sevirəm. Xəmirimi isə belə 3 dənə kündə aldım. 3 dənə kündə elədim. Üzərini örtürəm ki, bu burada biraz dincəlsin. Normalda və bu vaxt müddətində bu nədir deyə soruşacaq olsanız, bu özümə dərman hazırlamışam. Mən xoşlayıram ki, təbii yollarla özümü müalicə eləyim. Bu isə balla limondur. Sadəcə heç nəsiz balla limondur. Belə hazırlamışam. Limon suyu və bal. Bunu içəcəm. Üstünə də belə düşbəri eləyəcəm ki, sağalım. Siz bir bu tərəfə baxın. Bir də bu tərəfə baxın. İndi bu qabları yumalıyam. Bunu içim. Başlayım qablarımı yuyum ki, bura tam səliqəli olsun ki, sonra başlayım düşbəriyə. Bilmirəm, ya əlimlə bir bükəcəm, ya da ki, o düşbərəni kəsmək üçün şey var, ondan eləyəcəm, bilmirəm hələ ki. İstəyirəm ki, xəmiri aça-aça sizinlə biraz söhbət edim. Yeni ailə qurduğum zamanlarda hər şeyi özüm etmək istəyirdim. Yoldaşım, istər qaynanam isə mənə deyirdilər ki, neynirsən bir də onu əziyyət çəkib edib hazırın aları. Mən isə bilmirəm, xərçəng bürcəyəm deyə bununla əlaqəlidir. Bilmirəm, nəylə əlaqəlidir, amma belə şeyləri özüm sevgilə hazırlamağı çox sevirəm ki, istər övladım, istər sevdiklərim mən hazırladığım yeməkdən yesinlər. İndi xərçəng bürcü olmayanlar deyəcək bürclə əlaqə. Nəyə görə bürcü deyirəm? Çünki xərçəng bürcü olan tanışlarım çox vaxtda çox evdar, evinə bağlı, ev işlərini sevən olurlar. Təbii ki, bu bürclə əlaqəli deyil və eyni zamanda o demək deyil ki, bir qadın evində yemək bişirmirsə və ya belə xəmir yeməklər etmirsə, edə bilmirsə və s. o demək deyil ki, bu insan evinə bağlı deyil, evinin və ya ailəsini sevmir. Yəni qətiyyən bu mənada demirəm. Bunu da indidən bildirim ki, hər kəs bir düşüncədədir, hər kəsin bir fikri var. Sonrasında yanlış anlaşılma olmasını istəmərəm. Nəysə qızlar, gələk düşbərələrimizə. Bu dəfə tənbəl düşbərə ilə birlikdə adi düşbərə də hazırladım. Tənbəl düşbərə nəyə deyirəm? Keçən il belə bir alət almışdım. Səhv eləmirəmsə qiyməti 3 manat idi. Belə plastik formasındadır. Düzdür, o dərəcədə sevmirəm, çünki buradan çıxartmaq çətin olur. Amma rahatlıq barəsində düşünürəm ki, rahatdır. Sadəcə mən çox tələsirdim deyə dedim ki, qoy bir hissəsini belə edim, tez bazar olsun. Bir hissəsini isə əlimdə balaca düşbərlər bükdüm. Balaca deyirəm, normalda çox daha balaca edirəm. Sadəcə qaynanam və uşaqlar hamısı məndən yemək gözləyirdilər. Hamı qarışmışdı bir-birinə. Ona görə dedim ki, qoy bir hissəsini belə hazırlayım ki, tez hazır olsun, hər kəs tez yeməyini yemiş olsun. Bir hissəsini belə etdim, bir hissəsini isə yuxalar açıb əlimdə bükdüm. Birazdan onları da göstərəcəm. Bu arada onu da bildirim ki,
Bu alətdə hazırlayanda düşbərəni, buna nə bilim mantı da deyirlər. Tam olaraq adını bilmirəm nə deyirlər bu alətdə hazırlananı. Əslində mantıya da bənzəyir. Mütləq diqqət etmək lazımdır ki, xəmir biraz bərk olsun. Yəni düşbərə xəmiri orta sərtlikdə olur. Bu da biraz sərt olmalıdır ki, yaxşı kəsilə bilsin. Məndə isə nisbətən yumşaq idi. Ona görə biraz çətinlik yaşadım. Burada göstərdiyim düşbərələr isə əlimdə bükdüklərimdir. Bu qədər soğanı görüb təəccüblənməyin. Mən adətən soğan hazırlayanda biraz artıq hazırlayıram ki, bir hissəsini istifadə etdiyim yeməyə götürürəm, digər hissəsini isə soyuducuda saxlayıram. Beləliklə hər gün yemək bişirdikdə hər gün soğançı hazırlamağıma ehtiyac qalmır. Hardasa bir həftə, 5 gün, 10 gün baxır o nə cür yemək hazırlamağıma mənə bəs edir. Qabları yuyub qutuna yığışdırdıqdan sonra 2 dənə də süd çıxartdım ki, səhər-səhər uşaqlara verərəm. Sənə nə gətirmisən? Ağası, meyvə var. Apıl var, sonra da kokada var. Hanı apple? Apıl, Başqa nələr var? Altdadır yəqin apple. Başqa nələr var Anjeli? manda. Mandarin. Enki ağası. Oyuncaklar. Orange kalə. Bəs bu? Bin. Yes. Tədbiri yola verdi. İndi bunda aparır. Qonşun qabı. Ağası gelmeyeyim. Mama sesi gelmeli kalsın. Gəlmir. Hemen özün yiyecek. Gel. Sən yedin də. Bəs qoxular gəlmir. Mama qox. Düşbərə hazırlayıb Alisan bağça tədbirini yola verdiyimiz günün sabahından hər kəsə salam. Bu günümü isə Anjeli ilə keçirtmək istədim. Nə mənada Anjeli ilə keçmək? Yəni onun üçün biraz payız ab-havalı bir anları yaşatmaq istədim. Şansımıza hava da çox yaxşı idi. Keçən vloqlardan bilmiş olarsınız ki, Anjelinin qolunda körpücük sümüyü sınmışdı və o vaxtdan bəri artıq 2-ci ayın içərisindəyik ki, Anjeli bağçaya getmir. Bağçaya getmədiyinə görə mən onu götürürəm. Hava yaxşı olanda parka və ya gəzməyə çıxırıq ki, biraz havası dəyişsin, xoş vaxt keçirmiş olsun və sıxılmasın. Həmçinin evdə də bəzi aktivitelər edirik ki, beyni daima inkişafda qalsın. Aycan. Aysa ondan ondan geçmek. Anjeliko ilə biraz gəzdik, əyləndik. Daha sonra dedim buralara kimi gəlmişkən, qoy elə qaşlarımı da səliqəyə saldırım. Və elə qaşlarım üçün getdiyim yerin yanında qutu-mutu mağazası var. Bəlkə də çoxunuza məlumdur. Burada çeşidlər o qədər bol olur ki və qiymətlər də çox münasib. Məsələn, gördüyünüz bu çaşkalar başqa mağazalarda ən az 10 manatdırsa, burada 5-8 manat arası qiymətləri dəyişir. Yaxşı ki, araya salıb qaşlarımı da həll etdim. Çünki normalda, məsələn, qaş və ya dırnaqla bağlı bir işim olanda deyirəm, qoy bunu da edim gedərəm, onu da edim gedərəm və bu zaman gəlib heç çatmır ki, mən gedim bu kimi işlərimi həll edim. Bu arada kanalıma abunə olub, like edib yorum yazın. Çünki belə şeylər məni daha çox həvəsləndirir. İstəyirəm ki, yenə videolar çəkim. Buna baxın, koleskanın altına, üstünü, içini, hər yerini doldurmuşuq. Neler var? Nə var qızım? Neler? Axır ki, gedirik evimizə. Baxın, belə bir şey almışıq. Burada da bu hissəsi var. Anjeli tapıb. Deyilənə görə işıq yanır. 5 dənəsi 1 manat 50 qəpik. Qalmıyor sizdən qızım. Hə, burada var. İndi oxuyub başa düşəcəm görüm bura nə yazıblar, necə istifadə olunur bu. İçində işığı yanır deyilənə görə. Yoxlayaq. Üstündə yazılanı əsasən deyir 2 tərəfindən də tutub dartırsınız. Necə olacaq bilmirəm. Gəl sarısını yoxlayaq. Demək, bunu buradan baxın, belə deyir də. Deyir, həm buradan tut, həm buradan tut, dart. Necə dartın? Aha. Yanda düşürdü. İşığı söndür Anjelico. Belə bir şey oldu. Maraqlıdır. Mama onu da. Aa, özdə işıq fərqli rəngdə yanır deyə hər dəfə. Mama gel. Eləyəsən Anjelico. Böyle. Hə, baxıb darağına. Qızlara göstərim təzə darağını. Ver mənə arxasına baxa. Nə qəşəngdir. Ayam. Videomu bura qədər izləyib like etdiyinizə, yorum yazdığınıza görə çox təşəkkür eləyirəm. Özünüzə yaxşı baxın. Hələlik.